Salam, mən Fest Akademinin lisey hazırlığı üzrə müəllimi Firuzə Hüseynli. Bugün sizinlə ödənişsiz olan sınağımızın izahına baxacağıq. Birinci sualımız belədir. Düz bucağının sahəsi kvadratın sahəsinə bərabərdir. İlkin olaraq düsturları yadıma salıram. Düz bucağının sahə düsturu A vur B'dir. Kvadratın sahə düsturu isə A-nın kvadratıdır. Yəni bunlar bir-birinə bərabərdir. Kvadratın perimetri 7,2'dir. Kvadratın perimetr düsturu 4 vurulsun A'dır. 7,2'dirsə, onda buradan A'nı rahatlıqla tapmaq olar. Yəni 7,2'ni 4'ə bölürəm ki, A 1,8'dir. Bunu tapdıq. Düzbucağının uzunluğu isə 3,6'dır. Yəni B 3,6'dır. Düzbucaqlının enini istəyir bizdən. Kvadratın sahəsinə bərabər idi düzbucaqlının sahəsi. O zaman birinci gələrəm kvadratın sahəsini taparam. Yəni A kvadratını tapmaq üçün 1,8'i 1,8'ə vururam ki 3,24 etdi. Deməli A'nı B'yə vuranda 3,24 edir. B'ni də bizə hazır verib 3,6. O zaman A'nı tapmaq üçün 3,24'ü 3,16'ya bölürük. Cavab edir 0,9 metr. İkinci sualımız belədir. X hansı natural qiymətlərində 3,11'də 10, 11'də x, 4,11'də 2 bərabərliyi doğru olar. X'in natural qiymətlərinə baxmaq üçün nə edirəm? Birinci bunları gəlib çevirirəm düzgün olmayan kəsrə. 3'ü 11'ə vurdum. 33, üstünə də 10 gəldik. Bir də bunu aydınlaşdırım. Yəni çevirmək necə olur? Tam hissəni məxrəcə vurub üzərinə surətdəki ədədi gəlirik. Yəni o səbəbdən 3'ü vurdum 11'ə 33, üzərinə 10 gəldik 43. Kiçikdir x 11. Digər tərəfdə də 4'ü 11'ə vurduq. Məxrəc olduğu kimi qalır. 4'ü 11'ə vurduq 44. Üzərinə də 2 gəldik 46. Hər tərəfi 11'ə vurub məxrəcdən azad edirəm. Yəni hər tərəfi 11'ə vuranda bunlar artıq ixtisar getmiş olur. Alınır deməli 43'dən böyükdür x. 46'dan kiçikdir. O zaman biz burada yerinə qoya bilərik 44 və 45. Doğru cavab oldu A bəndi. 3 bağlamadır. 3 bağlamada 8,8 kilogram un var. Birinci bağlamada bütün unun 45%. Yəni bütün unun deyirsə, yəni 8,8'in 45%'ini tapmaq üçün 8,8'i 45'ə vururuq. Ədədin faizini tapmaq üçün verilən faizə vururuq. 100'ə isə bölürük. Cavab edir 3,96. Deməli birinci gün 3,96. İkincidə isə qalan nə qədərdir? Qalanı tapmaq üçün 8,8'dən 3,96'nı çıxmaq lazımdır. Çünki bütün unun çəkisi 8,8 idi. Yerdə qalan tapmaq üçün də işlənəni çıxıram ki 4,84 edir. Bunun 11'də 5 hissəsi, yəni 11'ə bölüb 5'ə vurmaq lazımdır. Məxrəcə bölürük, surətə vururuq. Qayda budur. Bu da edir 2,2. Deməli ikinci gün 2,2. Mütləq alanda hər günü belə qeyd edin ki, sonra qarışdırmayasınız ki, hansı ədəd hansı gün idi. Üçüncü bağlamanı tapmaq üçün isə 8,8'dən çıxırıq bu iki ədədi, yəni 2 gündə işlənənləri. 3,96 və 2,2'ni də çıxdıqda cavab edir 2,64 kilogram C bəndi. Kuboidin səthinin sahə düsturunu istəyir. Kuboidin səthinin sahə düsturu 2 vurulsun AB üstə gəlinsin, BC üstə gəlinsin, CA. Mənə tanış olan düstur budur. Yerinə qoysaq əgər, yəni bu formada bir izah edəcəm. 1,5 vurulsun 2,4 üstə gəlinsin BC, 2,4 vurulsun 4 üstə gəlinsin 4 vurulsun 1,5. İndi birbaşa elə hesablayaq ki
1,5'i vuranda 2,4'ə 3,6 edir. Onun üzərinə gəlirik. 2,4 vurulsun 4'ü. 2,4'ü də 4'ə vurub toplayanda ilə 13,2 edir. Onun da üzərinə gəlirik. 4 vurulsun. Burada həm 1,5'dir. 4'ü də vuranda 1,5'ə və bunları toplayanda nəticə etibarilə edir 19,2. Düsturda burada vurulsun 2 var deyə onu da 2'yə vururuq. Cavab da edir 38,4 desimetrin kvadratı. Asan sualdır. Neçə natural ədəd var deyir. Natural ədəd nədir? Tam ədəd deyil. Yəni natural ədəd sayarkən istifadə etdiyimiz ədədlərdir. Biz hansısa əşyanı sayarkən, məsələn 185,96 demirik. 185-ci deyirik, 186-cı deyirik. İndi bunun arasında yerləşən deyirsə, təbii ki 184,73-dən böyük olub, 185,96-dan kiçik olan ədəd yalnız 185'dir. O səbəbdən cavab olacaq B bəndi. 15'ə bölünən ədədi istəyir. Yəni asan sualda birbaşa ilə yoxlayaraq baxmaq olardı ki, 6340 15'ə bölünmür. Yəni 422 tam qalıqlarla alınır. O səbəbdən D bəndi getdi. 7525 bölünmür. 501 tam qalıqla cavab çıxır. Daha sonra 8390 bölünmür. 559 tamdan çıxır. Cavab A bəndi olacaq. Deməli yoxlayaq görək. 8685'dir. Aha, 8685 bölünür və cavab 579 edir. İti bucaq 0 dərəcədən böyük olub, 90 dərəcədən kiçik olan bucaqlar aralığı idi. O səbəbdən burada 47 dərəcə və 76 dərəcə A bəndi doğru cavabdır. 90 düz bucaqdır, 80 açıq bucaqdır, 123 kör bucaqdır, 47 itidir, lakin 90 düz bucaq olduğu üçün D bəndi olmaz. ABC düz bucağı verilib. Çalışın hər sözü məsələ həll edəndə yazın. Bunun daxilində BD şüası elə çəkilib ki, bax çəkdim. ABD bucağı, ABD bucağı. ABC bucağının 5'də 3 hissəsini təşkil edir. Yəni ABC x-dırsa, bu olacaq 5'də 3 x. Və bunları mən bilirəm ki, cəmi, bura 1 yazaq, lap ortaq məxrəcə gətirək, 8x. Bunların cəmi 90'a bərabərdir. Çünki düz bucaq 90 dərəcədir. İndi həll edirəm. 8x bərabərdir 90 vurulsun 5. X da bərabərdir 450 bölünsün 8. 450'ni də böləndə 8'ə cavab edir 56,25. Aha. Bizdən DBS-ni istəyir. DBS 56,25. Biz bir də baxaq hardasa ədəd səhv etməmişik ki. ABC düz bucağının daxilində, aha düz bucaqdır. Daxilində BD şüası ilə çəkilmişdir ki, ABD bucağı ABC, biz DBS-nin götürmüşük, elə bilmişik DBS deyir. ABC bucağının deyir. Tamamdır. Bura onda x olmur bizə. ABC bucağının 5'də 3 hissəsini təşkil edirsə, ABC bilirəm ki 90 dərəcədir. 90'ın 5'də 3'ünü tapmaq üçün nə edirəm? 90'ı bölürəm 5'ə, vururam 3'ə. O da edir 54 dərəcə. 54 dərəcə ABD bucağıdır. Məndən isə DBS-ni istəyir. DBS-ni tapmaq üçün də təbii ki də 90'dan 54'ü çıxmaq lazımdır. O da edir 36 dərəcə A bəndi. 9'da mağazaya 221 kilogram alma və 884 kilogram armud gətirilmişdi. Armud bütün meyvələrin neçə faizini təşkil edir? 221 kilogram alma gətirilib.
bütün meyvələr deyir deyə mən birinci bütün meyvələrin cəmini tapmalıyam. Yəni 221-dən 884-ü toplamaq lazımdır. 5, 0, 1, 1105. Armud deyir. Mən də onda 1105-i yazıram məxrəcdə. Armud 884-dür surətdə. Onu da vurmaq lazımdır. Faiz istəyir deyə təbii ki 100-ə. O zaman 884-ü 100-ə vuranda 88400. Onu da bölürük 1105-ə. O da edir 80%. Cavab B bəndi. Y 10 olduqda x-ı istəyir bizdən. Y hardadır? Burada. Deməli 3-ün yerinə 10 yazırıq. İlkin işimiz 3'ü 10'a vurduq elə 30 elədir. Üstəgəlmədir. Bərabərliyin digər tərəfinə keçəndə çıxma olur. 50-dən 30 çıxıram 20. 2 vurulsun 8 üstə gəlinsin x bərabərdir 20-yə. Burada vurmadır deyə 20-ni 2-yə bölürəm. 8 üstə gəl x bərabərdir 10. X da bərabərdir 2. Doğru cavab oldu D bəndi. Düzlərinizin sayını nəticə bölməsində qeyd etməyi və videonu bəyənib paylaşmağı unutmayın.